Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebina Muhammedin ve ala alihi ve sahbihi ve men təbiyyəhum bi ihsanin ilə yevmiddin. Əmmə ba'd. Deməli, qardaşlar, Uca Allahın müvəffəqiyyəti ilə Umdatul Əhkam kitabını oxumağa davam edirik. Bəb Fadlul cəmaəti və vücubihə. Cəmaat namazının fəziləti və vacibliyi bölümü. El-Hadisul əvvəl. Birinci hədis. An Abdillah ibn Ömer radiyallahu anhuma. Ömer ibn el-Xattab radiyallahu anhunun oğlu Abdullah radiyallahu anhu deyir ki, Ənə Rasulullah sallallahu aleyhi və səlləm qal. Allah Rasulü sallallahu aleyhi və səlləm dedi. Salatul cemaati afdalu min salatil fəzzi bi 27 dərəcə. Cemaat namazı tək qılınan namazdan 27 qat üstündür. 27 dərəcə üstündür. Hədisi İmam Buxari rahimehullah rivayet edib 645-ci hədisdir və İmam Müslim rivayet edib 650-ci hədisdir. Və digər bir hədis var, onu da oxuyacağıq inşallah. Orada 25 qat üstündür. Bir bu İbn Ömer'in hədisi və Əbu Hüreyrənin hədisi, onu da Əbu Hüreyrə radiyallahu anh rivayet edib. Bunu İbn Ömer radiyallahu anh rivayet edib. İkisində də cemaat namazının fəziləti var. Sadəcə bunların ikisinin arasındakı o, belə deyək, bu cəmdə ixtilaf eləyiblər. Birində çünki 27 gəlir, birində 25 gəlir. Ən yaxını odur ki, deyir, bu ya namaz qılanların halına görə bu cür dəyişir, ya cemaatın halına görə dəyişir, ya da ki, birinci 25 olub, sonra fəziləti Allah azə və cəllə artırıb 27 eləyib. Çünki o birisi hədisdə 25 keçir. İndi onu oxuyuruq inşallah. El-Hadisus Sani. İkinci hədis. Kitabda isə ümumi 55-ci hədisdir. An Əbi Hüreyrə radiyallahu anhu qal. Əbu Hüreyrə radiyallahu anhu deyir ki, Qalə Rasulullah sallallahu aleyhi və səlləm. Allah Rasulü sallallahu aleyhi və səlləm dedi ki, Salatul raculi fil cemaati tuda'afu ala salatihi fi beytihi və fi suqihi 25 di'fə. Kişinin deyir, cemaatla qıldığı namaz özünün evində və yaxud da ki, bazarda qıldığı namazından 25 dəfə artıqdır. 25 dəfə artırılır onun fəziləti. Və dəlikə ənəhu izə təvadda'a fəəhsənəl vudu thumma xaraca iləl məscid la yuxricuhu illəs-salah ləm yaxtu xutvətən illə rufiət ləhu bihə dərəcə və hutta anhu bihə xatiyyə. Belə ki, deyir, o evindən gözəl bir şəkildə dəstəmaz alar, sonra məscidə getmək üçün çıxar və onu namazdan başqa bir şey evindən çıxarmaz. Yəni, namaza getmək, namaz qılmaq məqsədi ilə evindən çıxar, məscidə gedər. Hər bir atdığı addıma görə bir dərəcə qalxar, onun dərəcəsi bir dərəcə artırılar və bir günahı da silinər. Fəidə sallə ləm təzəlil mələikətü tusalli aleyhi mədəmə fil musalləh. Namazdan sonra isə o deyir, namazgahda, namazı qıldığı yerdə olduğu müddətcə mələklər ona xeyir, bərəkət duası eləyərlər. Ona dua eləyərlər. Allahumma salli aleyh. Allahumma əğfir ləhu. Allahumma ərhamhu. Onlar deyir, ona dua elə, deyir, Allahım ona xeyir, bərəkət ver. Allahım onu bağışla. Allahım ona rəhm elə. Mələklər. Və lə yəzəlu fi salatin mən təzərəs salə. Namazı da gözlədiyi müddətcə namazda hökmündə olar. Namazı gözlədiyi müddətcə mələklər öz işindədir. Dua eləyir, məğfirət diləyir. O musallədə olduğu müddətcə namazgahda. Və eyni zamanda həmən müddətdə o namazda olmuş kimi hesab olunur. Sanki namaz qılır. Bu hədisdə İmam Buxari rahimehullah rivayet edib 647-ci hədisdir. İmam Müslim rahimehullah rivayet edib 649-cu hədisdir. Burada Peyğəmbər sallallahu əleyhi və səlləmin kəlməsinə gəldikdə ki, o ən gözəl bir şəkildə dəstəmazı alar və axıra kimi burada deyir, həmən cemaat namazındakı hikmət ortaya çıxır. Cemaat namazındakı hikmət ortaya çıxır ki, o cemaat namazına getməsi ilə, namazı cemaatla qılması ilə bəzi məsləhələr, bəzi faydalar hasil olur. Onlardan da bir nədir? Onun
hər atdığı addımda dərəcələrinin qalxması və günahlarının bağışlanması. Başqa faydalar da şübhəsiz ki var. Məsələn, insanların qəlblərinin birləşməsi. İnsanların qəlblərinin birləşməsi var. Namaz qılanların, müsəlmanların cəmaat halında hər dəfə gəlirlər məsciddə, namaz qılırlar, dostlaşırlar, mehribanlaşırlar, bir-birlərinə arası sevgi artır, qəlbləri birləşir, düzdür? Bəli, bu faydadır. Bu müsəlmanların faydasıdır, düzdür? Və həmçinin namazgahda deyir, namaz qılan cəmaatla, onun özünün əcrindən əlavə səhvdə olanların, namaz qılanların əcri qədər də ona əcr gəlir əlavə olaraq. Ona görə onun əcri artır, bax elə. Və həmçinin faydalardan biri odur ki, nə qədər cəmaat çox olarsa, o namazın bərəkəti bir o qədər çox olar və o üstün olar. Və həmçinin məscid nə qədər uzaq olarsa, bir o qədər fəzilətli olar. Niyə? Çünki atdığı addımların sayı çoxalar. Nə qədər uzaq məscidə gedərsə və yaxud da nə qədər uzaqdan məscidə kim gələrsə, onun atdığı addımların sayı çox olur və dərəcələr daha çox qalxır, günahları daha çox silinir. Və həmçinin cəmaat namazının faydalarından biri odur ki, namaz qılanlara mələklər xeyir dua oxuyur. Xeyir dua eləyir, bərəkət duaları oxuyurlar. Məğfirət oxuyurlar onlar üçün. Allahdan, yəni ki, dua eləyirlər. Namaz qılanlar üçün dua eləyirlər. Subhanallahil-azim. Bu da deyir, onun dəlildir ki, mələklər Adəm övladını sevirlər. Yəni, hansı Adəm övladını? Əməl salihləri, salih insanları, namaz qılanları, cəmaat namazda həris olanları mələklər sevir. Ona görə də onlara Allahdan xeyir dua, bərəkət diləyirlər. Allahın onlara rəhm etməsini istəyirlər və onlara dua edirlər. Da o mələklərin sayını və s. onu da bir Allah bilir. Bir Allah bilir. Mələklərdir cəm halında. Neçə nərədir? 10 dənə, 100 dənə, milyon dənə, milyard bilmirik. Bilmirik, sayını biz bilmirik. Allah istədiyi qədər. Və həmçinin faydalardan biri odur ki, İnsan musallədə gözlədiyi müddətcə namazgahında, hətta yatsa belə, namazı gözlədiyi müddətdə, yatsa belə bu əcr ona gəlir. Təsəvvür elə ki, deyir, indi o namazı gözlədiyi müddətdə zikirlə, Quran qirayətlə məşğul olsa necə, elm öyrənməklə məşğul olsa necə, gör bunun əcri qat-qat artır. Mücərrəd olaraq namazı gözləməsinə bu əcr var. Məsələn, oturub adam musallədə namazgahda boş bir əbəs işlə məşğul olmur, lağlağı və s. qeybət etmir, sadəcə namazı gözləyir. Hətta o arada mürgüləsə belə ona əcr yazılır yəni. Çünki onun məqsədi, niyyəti namazı gözləməkdir. Təsəvvür elə ki, indi bunun üzərinə adam Quran oxuyur, zikr eləyir, elm öyrənir. Gör nə qədər qat-qat artır. Bu da Allah Azze və Cəllənin qullarına olan rəhmətindəndir, qardaşlar. Allah Subhanahu taala'dan diləyirəm ki, bizləri cəmaata bağlı eləsin qəlbimizi. Cəmaat namazını daim məsciddə qılmağı bizlərə müvəffəq eləsin. Allah Subhanahu taala bizləri bax bu cür əcrlərdən məhrum eləməsin. Yəni təsəvvür elə bir insanın sənə məğfirət diləməsi, bir də var bir mələyin sənə məğfirət diləməsi. Allah qatında onların dərəcəsi üstündür. Pakdılar. Onların heç bir günahı yoxdur, nöqsanları yoxdur. Allah qatında onların duası daha müstəcəbdir. Və sən hər dəfə namaza gələndə o mələklər sənə xeyir dua oxuyur. Rəhmət sənə diləyir Allahdan. Və Allah Subhanahu taala bizə istifadələrdən etsin. Və bugünkü mövzumuzda, dərsimizdə bu qədər. Subhanəkə Allahumma və bihamdik, əşhədü en la ilahe illa ent, əstəğfiruke və etûbü ileyk.